Seyfəddin Dağlı, rüşvətdar hekayə. Yəqin ki, siz rüşvətxorun nə olduğunu bilirsiniz. Bəs rüşvətdarın da nə olduğunu bilmək istəyirsinizmi? Adətkarda rüşvət verənin. Qəribə bir tipdir o, çox qəribə, həm gülməlidir, həm ağlamalı. Mən onu uşaqlıqdan tanıyıram. İndi bu tanışlığımız da uşaqlığımız qədər uzaqdır. Biz bir məhəllədə yaşayır, bir məktəbdə oxuyurduq, ancaq yoldaş deyildik. Ümumiyyətlə o heç kimlə dostluq etməz, uşaqlarla qaynayıb qarışmazdı. Qaraqabaq, dinməz, gülməz bir oğlan idi. Məktəbə tək gəlib gedər, sinifdə də lap arxada tək oturardı. Hərdən bir dərsə gəlmədiyi günlərin ertəsi sinif nümayəndəsini küncə çəkib onunla xısın-xısın pıçıldaşır və cibinə xəlvəti nəsə qoyardı. Bizə elə gələrdi ki, bu balaca arıq oğlanda onun çuxura düşmüş kiçik gözlərində nə isə dərin, mühüm bir sir var. Lakin qəribə idi ki, bizdən kimsə onun sirrinin nədən ibarət olması ilə maraqlanmazdı. Dürüst xatirimdə deyil. Biz 5-ci yoxsa 6-cı sinifdəykən bir gün həmin qara dinməz oğlan dərsə gəlmədi və bir daha onu məktəbdə görmədik. Haraya getdiyini, nə işə qurşandığını da heç kəs bilmədi. Ara sıra məhəllədə ona rast gəldikdə üzünü yana çevirib keçdiyindən salam əleykimiz də kəsildi. Tamamilə bir-birimizi unutduq. Təxminən 20 il sonra isə birdən-birə onun məni xatırladığını gördükdə şübhəsiz ki, xeyli təəccübləndim. Bir axşam qapımız döyüldü. Həyətə çıxan balaca oğlum gəlib dedi ki, Əli Məmmədin atası gəlib, səni görmək istəyir. Hansı Əli Məmmədin atası deyə soruşduqda anam cavab verdi ki, Məmməd Əlinin oğlu deyir. Mən də adını bilmədiyim məhəlləlini evə dəvət etdim. Otağa 30-35 yaşlarında, nimdaş geyimli, qısa boylu, arıq bir kişi girdi. Salam verib stolun aşağı küncündəki stolda oturdu. Çuxura düşmüş xırda gözlərini ətrafda gəzdirməyə başladı və bu oturuşdan, bu baxışlardan mən köhnə məktəb yoldaşımı tanıdım. Ancaq o nə vaxt böyümüşdü, nə vaxt başını dazlaşdırıb, bığ qoymuşdu, nə vaxt evlənib ata olmuşdu, xəbərim yox idi. Məni haradan yada salmışdı, bu da mənim üçün anlaşılmazdı. Keçmişdən, indidən, xəbər ətərdən, oğul uşaqdan, hal-əhvaldan ibarət rəsmi, icbari müqəddimədən sonra Əli Məmmədin atası və Məmməd Əlinin oğlu özünün adını bizdə heç kim bilmirdi. Mətləbə keçdi. Eşitmişəm ki, dedi, zavodunun, onun söylədiyi zavodun adını mən qəsdən çəkmirəm. Direktoru səninlə dostdur. Təvəqqə eləyirəm ki, ona zəng vurasan, məni işə götürsün. Qeyri-ixtiyari soruşdum. Siz özünüz ona müraciət etmisinizmi? O xahişinizi rədd edibmi? Xeyr, nə mən ondan xahiş eləmişəm, nə də o mənə ətqaz eləyib. Bəs elə isə nə səbəbə sözümü kəsdi? Elə deyirəm, bu başdan işimizi möhkəm tutaq da. Nə vəzifəyə girmək istəyirsiniz? Axrannik. Boş yer varmı? Bəli, öyrənmişəm, yer var. Əgər zavoda keşikçi lazımsa, daha xahiş niyə eləyək? Hər halda bir telefon eləsək pis olmaz. Özü də deginən ki, xəcalətli qalmaram. Yaxşı, dedim. Sağ ol, sabah cavab üçün gələrəm, deyib qonaq getdi. Fikir götürdü məni. Görəsən, bu kişi niyə belə eləyir? Ax, zavodda keşikçi nə böyük işdir ki, minnətini çəkir. Hələ onun axırıncı sözü nə idi? Açar qaldım. Ömründə birinci dəfə mənə ağız açan adamın yüngül bir xahişini yerə salmaq istəməyib, səhər zavod direktoru dostumu zəng vurdum. O da gülərək dedi. Ha kişi, qoy gəlsin də, onsuz da zavoda keşikçi lazımdır. Daha bunun üçün xahiş nəyə gərək? Axşam yenə keçmiş məktəb yoldaşım evimizə gəldi. İşinin düzəldiyini bilib sevincək getdi. Ertəsi gün axşamüstü isə oğlum evə bir bağlama gətirib dedim. Bunu Əli Məmmədin atası verdi. Təəccüblə bağlamanı açdım və heyrətim daha da artdı. Məmməd Əlinin oğlu mənim oğlum üçün bir kostyum qoymuşdu. Uşağı acıqlanıb tez onun ardınca göndərdim. Qonşum gülə-gülə, özü təkin cılız balaca oğlu Əli Məmmədlə bərabər içəri girib sırtdıqcasına soruşdu. Buyur, nə qulluq? Hirsimi zorla boğub sakit bağlamanı göstərdim. Bu nədir? Laqeyd cavab verdi. Heç, uşaq üçün padarkədir. Nə padarka? Padarkədir də, sovqat. Nə münasibətlə? Elə belə, zəhmət çəkib iş düzəltdin, dedim, xəcalətindən çıxım. Nahaq yerə, əvvəla mən zəhmət zad çəkməmişəm, ikincisi çəksəydim də sənə xəcalət vermək fikrində deyildim. Üçüncüsü də ki, uşağımın paltara ehtiyacı yoxdur. Onun oğlunun yalın ayaqlarına, köhnə paltarlarına baxıb əlavə etdim. Götür, ver oğlun geyinsin. Bir də belə şeylər eləmə. Heç yerdə, heç kim üçün eləmə, ayıbdır. Və bağlamanı büküb Əli Məmmədin qoltuğuna verdim.
Oğlan sevincək, kişi pərt getdilər. Səhər iş təzəcə başlamışdı ki, zavod direktoru idarədə mənə zəng vurdu. Səsi çox əsəbidir. O zırrama nədir üstümə göndərmisən? Nə zırrama? Nəysə xoşu gəlməz bir şey baş verdiyini duyub ehtiyatla soruşdum. Dostum səsini uzaltdı. O keşikçini deyirəm də. Nə edib məcər? Zalım oğlu mənə rüşvət vermək istəyirdi. Nə? Rüşvət də pul. Görürəm kabinetimə girib mənə bir zərf uzadır. Soruşuram bu nə məktubdur? Deyir təşəkkürnamədir. Açıb görürəm pul. Bəs sən nə etdin? Nə edəcəyəm? Çırpdım başına, qovdum getdi. Məhkəməyə verəcəkdim. Ağladı, yazığım gəldi. Dedim ona ki, ay kişi, mən bu zavodda direktorum, sən isə keşikçi, vəzifəndən artıq, maaşın maaşından. Nəyinə yaraşır mənə rüşvət verəsən? Pulun var, apar ver, balaların yesin. Axı bir də məgər səndən rüşvət istəyən olubmu? Hökumətin, zavodu boş yer, gəl işlə, özün üçün də. Bəs o nə dedi? Dedi, xeyr, məndən rüşvət istəyən olmayıb. Dedim, bəs niyə verirsən? Mənə nə cavab versə yaxşıdır. Elə belə əlim öyrəşib. Zavod direktoru gülüb əlavə etdi. Bilirsənmi, onun əli buna harda öyrəşib? Bazarda. Möhtəkirdir sənin qonşun. Özü də zavoda ona görə girir ki, işçiyəm deyib gözdən pərdə assın. Sən də belələri ilə yaxınlıq edirsən. Axırıncı söz məni lap pərt elədi. Nə yaxınlıq canım, məhəllə adamıdır. Heç adını da bilmirəm. Onun adını bilməyə nə var? Rüşvətdar. Mən Əli Məmmədin atasının və Məmməd Əlinin oğlunun təzə adını evdə anamla oğluma da dedim. İndi məhəllədə hamı onu bu adla çağırır, rüşvətdar. Ancaq bu ləqəb sahibləri təkcə bizim məhəllədə yaşamır, axtarılsa başqa yerlərdə də bellərinə rast gəlmək olar. Elə qəribə tiplər ki, kimsə onlardan tələb etmədikdə də rüşvət verməyə bir növ adətkarda olublar. Həm də bəzən belə rüşvətdarlar rüşvətxorlardan da sırtıq və sarsaq olurlar.